ki hər yerdən əlin üzüləndə bir yerə fikrin gedir, ümid bağlayırsan, o Allahdır ki, sən ora ümid bağlayırsan. İndi sən adına onun Tarı deyirsən, Allah deyirsən, Xuda deyirsən, hər nə deyirsən, hər dildə o mümkündür, o başqa söhbətdir. O qüdrəti ki, insanın ürəyi bağlanır ora, hər yerdən əli üzüləndə o qüdrətin adına Allah deyirlər. Və ma hazihil hayatud dünya illa ləhvun və ləibun. Deyir ki, siz bilin, bax bu dünya ləhvidir, bir, ləibdir, iki, ləhv nədir? Ləhv ona deyərlər ki, hər şey insanı özünə məşğul eləsə ona ləhv deyərlər. Hər bir şey ki, insanı məşğul eləsə ona ləhv deyərlər. Bu bir. Ləib də oyundur. Uşaqları görürsünüz, oynayırlar. Məsələn, sən, məsələn, filan şey ol. Məsələn, özləri də məsələn deyirlər. Yəni, bilirlər ki, bu həqiqidir. Məsələn, sən baba ol. Məsələn, sən ata ol. Məsələn, bu ana olsun. Məsələn, bu ona qonaq keçsin. Yəni, öz beyinlərində bir şeyi düzürlər, quraşdırırlar, onun üzü ilə oynayırlar. Ona ləib deyərlər. Çünki o hesab üzü iləndir. Quranın ayəsi buyurur, dünya həm ləhvidir, məşğul eləyib, hamını məşğul eləyib. Baxın, görün, hamı məşğuldur. Hərə bir cür məşğuldur. Həmi də ləibdir. Yəni, düzürlər, qoşurlar. Mən bəzən fikirləşirəm, görürəm, uşaq olanda adam necə oynayır, böyüyəndən sonra da elə eyni şeydir. Amma biraz necə özü böyüyüb, o oynadığı əşyalar da, onlar da böyüyüblər. Uşaq olanda, məsəl üçün, 5 manatlıq maşının üstündə savaşırdı, indi özünün 60 yaşı var, məsələn, 5.000 dollarlıq maşının üstündə savaşır. Elə eyni o şeydir ki, böyüyəndən sonra. Əgər insanın mənəvi cəhəti olmasa, insan elə 70 yaşında da uşaqdır. İnsanı böyük eləyən, həddi buluğa çatdıran insanın mənəviyyətidir. Əgər mənəviyyət cəhətindən insan həddi buluğa çatmasa, fərqi yoxdur elə insan. Ya məsələn 15 yaşında olsun, ya 55 yaşında olsun, ya 85 yaşında, fərqi yoxdur. Yaşlı uşaqdır o. Balaca uşaqdır, o da yaşlı uşaqdır. O da məsələn torpağın üstündə savaşır, dostu ilə, uşaqlıqda savaşardılar da. Onda kompüter yoxdur ki, uşaq kompüterlə oynayar. Onda çıxırdı küçələrdə, torpağın üstündə cızıq çəkirdilər, bu mənim evim, o da sənin evin. O ayağın qoyanda buradaydı, sən mənim evimə niyəcə savaşırdılar da. Axşam ikisi də onların hamısını bıraxırdı, gedirdi evə. Böyüyəndən sonra da o cür olur. Böyüyəndən sonra da görürsən ki, bunun bir evi var, onun da bir evi var. Bir duvarın üstündə neçə ildir dava gedir. Neçə dənə ağsaqqal gəlib, saqqal dəbərdib, qəbul olmayıb. Ölsəm də dey, o duvardan keçməyəcəyəm. O vaxt 8 yaşı var idi, indi 80 yaşı var. Onda 8 yaşında uşaq idi, indi 80 yaşında uşaqdır. Amma o ki insana insaniyyət verir, o ki insana qiymət verir, insanın mənəviyyətidir. İnsan balıq olsa, insan ərziş tapır. Balıq olmayandan sonra insanın qiyməti yoxdur ki. Heyvanların içərisindədir. Balıq olmaq, yəni həddi buluğa çatmaq. Həddi buluğa çatmaq bir yol insanın cismi həddi buluğa çatır.